Ucuz material və ucuz usta qənaət demək deyil. Əsas bu işlərə fikir vermək lazımdır. Hüseyn bəy, bəzi mütəxəssislər ev tikintisində qənaətin tikiləcək evin sahəsinin asılı olduğunu deyir. Yəni artıq sahələrdən imtina etməyi edirlər. Əslində ev nə qədər kompakt olsa, bir o qədər qənaət eləmək olar. Əsas məsələ bilirsiniz necədir? Əsas başlayanda hər şey layihədən başlayır. Hər şey ondan da əvvəl torpağın seçimindən başlayır. Siz gəlib torpağı seçəndə gedər camaat dənizin içində ev tikir, mən də bu suyun içində tikəcəyəm evi. Torpaq xərcləri ən bahalı xərclərdən birisidir. Torpağın daşınması, doldurulması, yayılması. Ya sənin evin kandardan, yəni ki, darvaza ağzından aşağıdadırsa sənin həyətin, o həyət doldurulmalıdır. Çox yuxarıdadırsa, o da oradan biraz sıyrılıb çıxmalıdır, nəsə düzəlmə. Seçmək lazımdır ki, sahə təqribən düz olsun və bir balaca darvaza kandarından hündürdə olsun ki, alçaqda olmasın. Alçaqda olsa hökmən ora doldurulmalıdır. Ondan sonra evi çox bərbəzək vermək, əgər büdcə ev tikmək istəyirsənsə, çox bərbəzək vermək, arkalar, lazım olmayan böyük teraslar və s. lazım deyil. Bunlar xərc aparandır. Bu mərhələdən keçdikdən sonra artıq evin tikintisinə başlayırsınız. Fundamenti də torpağa görə, yəni ki, mütəxəssis gətirmək lazımdır, usta məsləhəti ilə yox. Dəvət edirsən mütəxəssis və onunla iş başlayırsan görməyə. O qazılanda o qurunt görsəniz, geologiyanı indi çox adam eləmir. Çünki geologiya biraz bahalı işdir, fərdi ev tikintisində, hər adam eləmir. Həmin o mütəxəssis baxan kimi qurunta bilir ki, bura hansı qalınlığında, hansı endə beton, lentvari bünövrə bəsdir. Əgər siz tökmə torpaq üstündə alıb ev tikirsinizsə, burada kim gəlsə, ustadan tutmuş mütəxəssisəcən deyəcək, ancaq sizə məsləhət verəcək ki, rus dilində paduşka deyirlər, Azərbaycanda tava beton verilsin. Tava da nədir? Minimum 40 sm hündürlükdə və bütün evin yerinə armatur, dəmir beton, bir beton tökməlisiniz. Bu hələ evin tikintisinin bir 1/3 qiyməti. Bu qədər pul aparacaq sizdən. Elə ki, evin tikintisini başladınız, bunda deməli, sonra layihədə fikir verməlisiniz ki, evlər çox hündür olmasın otaqlar. Bunu gələcəkdə həm bugünü fikirləşməlisiniz, həm də gələcək perspektivi. Gələcək perspektivdə bu evi nə soyutmaq, nə qızdırmaqda da böyük problemlər ola biləcək. Sonra kommunikasiya xəttlərindən çox aralı olmasın. Ondan sonra evin tikintisində, yəni ki, ustalara daima nəzarət eləmək lazımdır. Və evin layihəsini ki, qəbul elədiniz, ailənizlə, indi hər adam interyer dizayna pul verməyə, yəni ki, mən büdcə... Bəli, bu da onsuz da mövzumuz elə qənaətdir. Yəni ki, orta statistik Azərbaycanlı bunu məsləhət görürəm. Evi bütün ailə üzvləri ilə birlikdə oturub o planın üzərində çap eləyib planlaşdırmaq lazımdır. Televizor harda dayanacaq, yataq otağıdırsa harda dayanacaq, divan harda dayanacaq. Çünki bunu eləyəndən sonra baxıb, yox, burada televizor burada düzgün deyil, oradan işıq düşəcək, bunu gəl yerin dəyişir. Bu hamısı məsrəfdir. Söküb tikmək 2 qat xərcdir, həm sökmək, həm daşımaq, həm təzədən material almaq, iş görmək. Yəni ucuz material və ucuz usta qənaət demək deyil. Əsas bu işlərə fikir vermək lazımdır.